Boş başdan gələn boş sözlər. Kül sənin başına. Mən nəyə görə gəlinimi qısqanım? Əgər əlindəki tək alət çəkicdirsə, sən hər şeyi mismar gözündə görəcəksən. Səncə hamı öz evinin güzgüsüdür, yoxsa bu vəziyyətə görə dəyişir? Düşünürdüm ki, bütün cəmiyyəti dəyişə bilərəm. Biraz böyüdüm, anladım ki, yox, mən ailəmi dəyişə bilərəm. O qol vura bilərdi də, açıq-aydın idi ki, qol vura bilərdi, amma vura bilmədi. Məndə də onların şəraiti olsaydı, mən haralara gələrdim. Amma evdən çıxmaq, orada bir məqsədin olmağı belə səni komfort zonundan çıxarır və səni inkişaf aparır. Başqalarının uğuru məni necə eləyim ki, incitməsin? Qıcıqlandırmasın. Aha, qıcıqlandırmasın. Niyə nöqtə-nöqtə yeyir axı? Bu adam uğur qazanıbsa, bu boyda bal toplayıbsa. Mənə yazılan şərhləri oxumusan? Yox. Amma yəqin ki, yeni nəsə var, hə? Məncə artıq buna bir nəfər ölkədə əl atmalı idi ki, bu gələn kommentləri qəşəng bir şəkildə, necə deyirlər, şərh eləsin, öz fikirlərini bildirsin və hətta bunun psixoloji məqamlarına toxunsun. Bəzən bir insanın içi nə qədər pis ola bilər ki, bu şərhi yaza bilər. Necə bir başqa bir çirkin bir tərəfdən görmək məsələsi var. Klaviatura şirləri. Mhm. Deməli, birinci başlayaq. Mənim videomdakılardan. Belə də fədakar bir insandır. Birinci özündən başlayır ki, ona gələn şərhlərdən başlayır. Sənin bir videon var idi. Bizim yeraltı verilişinə gəlmişdin sən. Doğma İTV. Bunu da buradan hər kəsə salamlar. İTV-də yeraltı verilişinə gəldin. Orada bir ana-oğul münasibətlərindən söhbət düşmüşdü və sən həmin videonu istəsən sonra yerləşdirərsən kiçik bir şəkildə ki, insanların bir fikri olsun ki, hansı videonun altına bu şərh gəlmişdi. Orada sənə ana-oğul münasibətləri istəyirsən qısaca bir onu izləyək. Qadın nəyə görə oğlunu qısqanır? Çünki evlad dünyaya gətirəndən sonra artıq qadın bütün sevgisini həyat yoldaşı başı işə qarışdığı üçün qadın uşağa baxmağa başlayır, bütün sevgisini ona verir. Halbuki həyat yoldaşından alacağı sevgi başqadır. Həyat yoldaşından görəcəyi sevgi başqadır, evladına verəcəyi sevgi başqadır. Nəticə olaraq həyat yoldaşından alıb ona verəcəyi diqqəti hamısını toplayır evladına. Özünə bir dünya qurur. O evladınla, oğlunla xüsusilə fikir vermisiniz də, Azərbaycan qadınları daha çox oğullarını sevirlər. Analar uşaq dünyaya gətirəndən sonra bütün sevgini, həyat yoldaşına olacaq sevgini, özünə olacaq sevgini, zamanı, diqqəti hamısını uşaqlarına verirlər. Həyat yoldaşlarından kəsdiyi hissəni də ora yönləndirdiklərinə görə gələcəkdə oğlan ailə quranda müəyyən bir problemlər yaranır. Yəni o qısqanclıqlar yaranır. Bu mövzuda danışmışdıq. Burada belə bir rəy var ki, boş başdan gələn boş sözlər. Ana qısqanmır, sadəcə onu sevdiyi kimi onu heç kəs sevə bilməz deyə narahatdır. Mənim də oğlanlarım var, oğlumu bəli, hamıdan çox sevirəm, çünki ilkimdir. Əcəb də edirəm, amma alacağı xanım ona necə dəyər verəcək, məndən də onun qarşılığını elə görəcək. Buna kim nə ad verirsə versin, buyurun. Bax, bu fikirlə razıyam ki, hər kəs əgər sən publikaya açıq bir şey paylaşırsansa, öz fikirlərini bölüşürsənsə, təbii ki, bunun bir geri dönüşü olur. İnsanlar buna fikir bildirirlər. Amma burada təbii ki, bir məqamı insanlar, bəziləri klaviatura şirləri bunu unudurlar ki, tənqid olar, amma təhqir yox. Məsələn, boş başdan gələn boş sözlər. Yəni bunu məncə yazmamaq da olardı da. Hələ bu nədir ki, bir qadın 2 oğlu olduğunu qeyd eləyir orada da. Yazıb ki, kül sənin başına. Mən nəyə görə gəlinimi qısqanım? Onların mənim oğlanlarımı xoşbəxt eləməyi bir ana olaraq mənim fəxrimdir. Cavab olaraq yazmışdım ki, bəs yaxşı, kül niyə mənim başıma? Siz bunun əlaqədə? Eynən, siz bunun mənim dediklərimin siz əksini yaşayırsınızsa həyatınızda, xoşbəxt qadınsınızsa, oğullarınızın yanındasınız və gəlinlərinizi çox sevirsiniz, onlara dəstəksizsə, mənim niyə kül başıma? Və yaxud da ki, boş başdan hardan bilir ki, necə qənaətə gəlib ki, bu boş başdır? Boş başdır, yəni maraqlıdır. Məsələn, ola bilər ki, yaza bilərdi ki, sizin fikirlərinizlə razı deyiləm və yaxud da orada ki, o tərzdə amma var. Yəni o tərzdə çox qəşəng yanaşmalar var. Hətta yazmışam ki, çox sağ olun belə fikir bildirdiyinizə görə. Təhqirsiz, mənim fikrimi bəyənməyə bilərsən. Bax, bu arada mən universitetdə dərs deyəndə də həmişə tələbələrimə də deyirdim ki, siz mənim fikrimin yanlış olduğunu mənə çox qəşəng ifadə edə bilərsiniz və əgər ki, bu fikrinizi əsaslandıracağınız bir şey varsa, məntiqli danışırsınızsa, əlbəttə mən öz fikrimi dəyişərəm. Təbii ki. Yazıram ki, mənə sual ünvanlayın, suallar yazırlar. Biri deyir ki, bəs niyə bəzi insanlar bütün problemlərlə eyni şəkildə başa çıxırlar? Yəni necə? Ya təhqir eləyərək, ya günahını başqasının üstünə ataraq. Maslow deyir ki, əgər əlindəki tək alət çəkicdirsə,
sən hər şeyi mismar gözündə görəcəksən. Yəni insanların problem həll etmək yolları onların əvvəldən öyrəndikləri şəkildir. Məsələn, sənin özünü, eqonu doyuzdurmaq yolun əgər birini təhqir eləməkdirsə, mən öz eqomu doyurmağı səni təhqir eləməkdən keçirsə bu, yəni əvvəldən belə görmüşəm deməkdir. Atamın anamı təhqir elədiyini görmüşəm deməkdir. Mühitimdə olan insanlarda da bu şəkildə görmüşəm və o artıq çətindir onu dəyişdirmək, amma mümkündür. Onda belə bir sual yaranır məndə. Səncə hamı öz evinin güzgüsüdür, yoxsa bu vəziyyətə görə dəyişir? Hər kəs öz evinin güzgüsüdür, özünü dərk eləyənə, öz yanlışlarını görüb yolunu dəyişənə qədər. Biz dünyanı dəyişməyə də əslində özümüzdən başlayırıq. Mən bir videoda danışmışdım, bir hekayə idi. Əvvəl deyir dəyişməyə, düşünürdüm ki, bütün cəmiyyəti dəyişə bilərəm. Biraz böyüdüm, anladım ki, yox, mən ailəmi dəyişə bilərəm. Ailəmin içində gördüm ki, yox, mən ailəmi də dəyişə bilmirəm. Sonda anladım ki, mən sadəcə özümü dəyişə bilərəm. Mən dəyişsəm başqalarını da dəyişdirmək mümkündür. Bu yaxınlardan bir dənə şərh oxumuşdum. Çox sənə də göndərmişdim. Hətta çox belə maraqlı bir şərh idi. Bir qız 300 bal toplayıb şagird, hədəfim ölkəmizə həkim kimi fayda verməkdir. Belə bir xəbər paylaşılıb. Onun altına belə bir şərh gəlib ki, mən üzr istəyirəm. Bunlar deyəsən məktəbdən qaşlarını alırlar, ya da mən səhv görürəm. Qaş almağın nə dəxli var bu məsələyə? Məsələn, 300 bal toplayıb tələbə, bu yetərincə böyük bir uğur deyilmi? Məsələn, biz bunu təqdirə layiq addım kimi, necə deyim, alqışlamağımız əvəzinə biz nə edirik orada? Götürüb belə bir şərh yazır ki, qaş alma. Yəni o şəkildə məqsəd o deyildi. Təbrik yaza bilirdisə yazardı və yaxud da ki, deyərdi ki, doğrudan da bu alqışa layiq addım idi. Amma bunu qoyub qırağa şəkildə qızın qaşlarına fokuslandı. Ümumiyyətlə bu meyarlar doğrudanmı namus, necə deyim, göstəricisidir ki, o uğura münasibət ölkədən ölkəyə dəyişəcək. Çünki bizim üçün necə olub məsələn bir qadının çalışıb uğur qazanıb öndə olmağı mı vacibdir, yoxsa onun da, həmişə qorumaq, məsələn onun qaş almağından başlayırıq bizdə. Yəni onu qorumaq, özünü qorumağı, namuslu olmağı birinci oradan başlayır kimi gəlir bütün insanlara. Oradan başlayır deyə indi biz uğura yox, elə bil ki, hər şeydə elə bil o mənfi tərəfinə fokuslanmaq daha rahatdır bizə. Halbuki indi pedaqoji istiqamətdə də araşdırmalar aparır ki, uşaqları bilmədikləri, bizə həmişə necə eləyiblər, hansı fəndən zəif iksə, onun üstünə düşməyə çalışıblar da. Biz ona görə əskik hiss eləyirik, biz ona görə yeniliklərə cəhd eləmirik. Hansı insanlar yeniliklərə cəhd etmirlər? Uğuru yox, uğursuzluğu görünən insanlar. Həmişə məsələn uşaq anasına gətirir çəkdiyi şəkil, hə, afərin sənə. Həmişə bitdi. Susturma. O hiss, uşaq hiss edir o susturulduğunu. Amma yanlış bir şey eləyəndə məhkəmə qurulur. İndi özü danlayır, axşam da atan gələndə deyəcəm kimi. Başqalarına olan şərhimiz də buradan gəlir. Necə şərhlər bildirməyimiz də buradan gəlir. Biz uğura yox, uğursuzluğa, mənfilərinə fokuslanırıq. Burada yenə 300 bal toplayan bir tələbə var və belə valideynləri belə bildiriblər ki, uşaq 300 bal toplayıb, nə telefonu var, nə də sosial şəbəkələrə girir. Çünki uşaq özü bildirib ki, telefonum yoxdur, çünki buna ehtiyac duymurdum. Sosial şəbəkələrdən istifadə etmirəm. Boş vaxtlarımda mental sağlamlığımı güclü saxlamağa çalışıram deyə bildirib. Halal olsun, amma mənə maraqlıdır ki, müəllim evə internetdən dərs verəndə nə edib bu uşaq? Çox vaxt fikir verirsənsə, qazanılan uğurlar görməzdən gəlinir. Bir dənə birisi səhv eləsin və yaxud da ki, axmaq bir hərəkət olsun. Bütün hekayələrdə onu görürsən, bütün paylaşımlarda onu Bir dənə görürsən. heç olursa bir səhv olursa, dediyin kimi, o adamı dibinə qədər yıxmaq üçün əlimizdən gələni edirik də, yəni. Bütün səhifələr paylaşacaq, şərhlər bildirəcəklər, yəni hər kəs özünü ağıllı göstərəcək, belə deyək də. Məsələn, burada bir dənə şərh var ki, 300 bal nədir ki, hələ onunla da fəxr edirsiniz. 300 bal savadın aşağı mərhələsidir. Kognitiv konsonansdır da bu. Kognitiv konsonans. Mən istəyirəm ki, sənin uğurunu aşağı salım, çünki sən mənə çox uğurlu göründün. Bu artıq məni qıcıqlandırır. Mənəvi olaraq narahat hiss edirəm axı. Kognitiv konsonans işə keçir. Mən başlayıram, deyəm ki, məsələn, məndə də onların şəraiti olsaydı, mən haralara gələrdim. Hə, özümüzü, yəni öz uğursuzluğumuzu, daxili əskikliyimizi bu şəkildə, yəni başqasının da o müqayisə eləyərək, onda olan şərait məndə olsaydı, onda olan məndə olsaydı kimi düz deyə, bəzən ola bilər hansısa maddi cəhətdən olan o deyim imkansızlıqlar, insan düşünür ki, o məndə olsaydı mən onu eləyərdim, amma bütün uğurlara da bunu belə peçat kimi yapışdıra bilmərik də. Eynən, müəyyən qədər onsuz da psixoloji sağlamlığımız üçün kognitiv konsonans lazımdır, müəyyən qədər.
Amma artıq olanda sadəcə bizi tənbəlləşdirir də. Ancaq o oturub şərh bildirən adamlar hər kəsə heç nə eləmir özü, heç bir uğur məsələsi deyil. Həyatda bir fəaliyyəti yoxdur, amma Düzdür. Nonanın da haqqında fikri var, o necə uğurlu ola bilərdi və yaxud da ki, o burdadır, amma bu bir uğur deyil, hər şeyə bir şərhi var. Beynini rahatlaşdırmaq üçün hamının uğurunu görməzdən gəlmək lazımdır. Bu daxili olaraq onu rahatlaşdırır. Onu belə. rahatlaşdırır. Onu rahatlaşdırır və adam sual vermir ki, niyə mən o mərtəbəyə yüksəlmək üçün çalışmıram, amma davamlı tənqid eləyirəm. Həmişə bir tənqid eləyirəm də, yəni aşağı görməyə çalışıram. İnsan bu həyatı o səhvlərini düzəltməyə o vaxt başlayır ki, sual verirlər bəzən biz travmalarımızdan heç vaxt xilas ola bilmərik. Travmalardan xilas olmaq üçün birinci sənin travman nədir? Bir onu çözməlisən. Ki travmam nədir və mənə hazırda nədə mane olur? Nə yaşadır mənə? Onları biləndən sonra və necə dəyişə bilərəmə keçir onda sıra. Fərqində olmaq məsələsi çox vacibdir. Fərqində olmayanda bu kognitiv konsonans bizi aparır yata-yata hamının uğurunu görməzdən gəlməyə. Özünün daxilindəki zəif tərəfindən özü üzləşir və üzləşmək istəmir, ondan qaçır. Üzləşmir. Eynən. Üzləşmək istəmir. Qaçış yoludur da o. Qaçış yoludur ki, səni görməzdən gəlim, sənə böhtan atım. O filan kəsin sayəsində məsəl üçün ora gedib çıxıb. O qədər eşidirsən ki, belə şeyləri. Düz. Və burada bir dənə şərh var. Çox üzr istəyirəm. Bunu göstərə bilməyəcəm böyük ehtimal, amma sənə göstərim. Yəni niyə kimisə uğruna nöqtə yeyir? Tragikomediya. Niyə nöqtə yeyir axı? Bu adam uğur qazanıbsa, bu boyda bal toplayıbsa, yəni bir kəlmə təbrik yazıla bilirsə, yazıla bilər. Xoşun gəlmirsə bax keç. Amma səncə onu yazan bir uğurlu insan ola bilərmi? Ya da Deyil. xoşbəxt. Daxili bir huzuru ola bilərmi bunu yazan adamın? Mümkün deyil. Bu telefon söhbəti nə qədər təsir eləyir, necə tənzimlənməlidir? Bütün dünyanın özündə sığışdıran kiçicik bir alətdir. Və elədir ki, bizi hər şeydən yayındıra bilir. Həqiqətən yayındıra bilir. Sən telefondan istifadə edirsənsə, harasa heç olmasa bir 15 dəqiqə gecikəcəksən. Minimum sənə verdiyi zərərdən gedir söhbət. Amma bu demək deyil ki, biz onsuz yaşamalıyıq da, yaşaya bilmərik də artıq. Telefonun olmamağı dünyadan təcrid yaşamaq deməkdir. Çünki məktub dövründə yaşamırıq biz. Bütün informasiyalar ordadır. Məsələn, oğlanın əslində tamamilə telefonsuz uğur qazanmağı məncə bir möcüzədir əslində. Nəyə görə? Çünki doğrudan da çox şey, məsələn, müəllimlərin tapşırıqları olsun, birgə iş olsun, məsələn, tapşırıq göndərir müəllimlər qruplara, uşaqlar oradan onları götürürlər, o tapşırıqları işləyirlər. Düzdür? Yəni onun o tamamilə telefonsuz şəkildə hətta uğur qazanmağı məncə çox böyük bir möcüzədir. Düzgün istifadə həmişə hər şeydən, amma hər şeydən. İradəmiz bəlkə həm də orada işə düşür. İradəmiz işə düşür və iradə onsuz da tamamilə istifadə eləməmək deyil. İradə istifadə eləyəndə telefonu, onu mən bunu dayandırmalıyam deyib dayandıra bilmək. Tənzimləmə bacarığı. Tənzimləmə. Tamamilə istifadə eləməmək onsuz da iradə göstəricisi deyil. Təbii ki. Çünki onsuz da detoks kimi. Mümkün də deyil. Məsələn, 10 gün istifadə eləmirsənsə, artıq istifadəsini udursan bir şeyin. Bundan sonrası sənin iradəvi tələb eləmir. İradə odur ki, həyatındadır, dayandırıb işə davam edə bilirsən. Belə yazıb ki, bildik də ömrümüzə girdi, hara gedirəm bu gəlir. Bax, uğur görmək istəmir də. Çünki qıcıq yaradır axı. Niyə girib məsələn bunu yazma gərək insan hiss eləyib ki, özündə Axı qıcıqlanır. Və belə bir şərh bildirir. Özünün bacarıqsızlığını xatırladır, özünün hərəkətsizliyini xatırladır. Öldü. Nə qədər fikrin, cümlən konkret birbaşa olsa, hissini birbaşa ifadə eləsən və qəşəng hissəsini ifadə eləsən, o qədər rahatlayırsan. Paxıllığın da kökündə əslində nə qəşəngdir, o həsəd var. Sonrasında biz onu o qədər saxlayırıq ki, çürüyür, olur paxıllıq. Gözlərimdən hiss eləyirsən saçlarımı bəyəndiyimi, amma demirəm. Zamanla bu məndə keçir paxıllığa. Yaxşı hisslər ifadə olunmayanda çirkinləşir. Şərh bildirəndə heç olmasa o insanları incidib incitməmə mövzusunda düşünmək lazımdır. Sizin yazdığınız şərh 17-18 yaşındakı gənclər düzdür, yəni bacarıb heç kimə belə şərh bildirmək lazımdır, amma 17-18 yaşında tələbələr, onlar artıq şagirdlər yeni bir yola qədəm qoyurlar. Siz onların psixoloji vəziyyətini də düşünə bilərsiniz deyə düşünürəm də şərh yazanlara da sözüm. İndi bir də fikirləş ki, sənin bu şərhivə də 100% oradakı şərhlərdən biri gələcək. Əminəm ki, sən də videonun altında mənlə bağlı
bu qız niyə belədir, bu qızın əlində niyə telefonu? Bu arada onun niyə telefonun olduğunu deyim. Çünki Şərhləri, yəni şərhləri bir baxıram ki, onları müzakirə eləyək. Mhm. 100% ki, mənə də fikir gələcək, amma buna Hazıram. linçlənməyə hazırıq. Amma deyirik ki, Linçləməyin. linçləməyin.